Bismillah. Yaxın həftələrdə bəxti açılacaq bürclər kimlərdir? Astroloji proqnozlarına görə martın yaxın həftələrində bəzi bürclərin bəxti daha çox açılır. Planetlərin mövqeyi, xüsusilə Yupiterin təsiri bəzi bürclərə şans, pul və yeni imkanlar gətirə bilər. Yaxın həftələrdə bəxti açılan bürclər: Xərçəng hal-hazırda ən şanslı bürclərdən sayılır. Karyera və pul mövzusunda yeni imkanlar çıxa bilər. Gözlənilməz xoş xəbər və ya iş təklifi ehtimalı yüksəkdir. Əkizlər sosial əlaqələr və yeni tanışlıqlar çox uğurlu olacaq. İş və pul mövzusunda yeni layihələr başlaya bilər. Boğa pul və qazanc mövzusunda yüksəliş dövrü başlayır. Uzun müddət gözlədiyiniz nəticələri əldə edə bilərsiniz. Əqrəb yeni iş və ya biznes şansı yarana bilər. Nüfuz və mövqe artımı ehtimalı var. Oğlaq zəhmətin bəhrəsini görəcəyiniz dövr gəlir. Maaş artımı və stabil gəlir mümkündür. Qısa nəticə: yaxın həftələrdə ən çox şansı artan bürclər Xərçəng, Əkizlər, Boğa, Əqrəb və Oğlaq hesab olunur.